O nə ətidir ki, 10 manata, Monqol quzusu 13 manatdır. Bu toyuq ətidir, toyuq. Bildiyimiz toyuq. Bu Monqol quzusu deyil, dostlar. Baxın görün, bu qoyun ətinə oxşayır. Bu toyuqdur, baxın. Görürsünüz, toyuq əti. Bu Monqol quzusu deyil. Yəni, bunu hamı bilirsin, toyuq əti toyuqdur. Bunu çox adam yazıb ki, o nədir ki, 10 manata verirsiniz. Biz burada 10 manata məsələn üçün də, içində onun pendiri də var, kağısı da var, pomidoru da var, əti də var. Hamısı bir yerdə 10 manatdır, qarışıq 10 manatdır. Yəni, sırf bu təmiz 1 kilo ət vermir. Elə çox adam var ki, 1 kilo ət qoyub içinə verir. 1 kilo ət qoyub versən, bəs mən nə qazanaram burada? Qarışıqdır, yəni bunun içində pomidor. Geçsən bir dənə yerdə dönər alırsan, 2 manat. Onun içində mayonez var, pomidor var, xiyar var, çaxı var, hər şey var, toyuq ət də var içində. O olur 2 manat. Demək deyil ki, sən 2 manata ət verir. Sən deyə bilərsin ki, orada məsələn, mal əti bu qiymətdir, sən niyə bunu 2 manata versən? Toyuq əti məsələn, bu qiymət niyə 2 manat? O qarışıq qoyur, orada məsələn qoyur 50 qram, 60 qram ət qoyur. Biz də burada qoyur, məsələn, 300 qram, 400 qram, 500 qram ət qoyuruq, qalanı da məsələn qarışıq qoyur. Bu olur belənciyinə. Yəni, burada anlaşmamazlıq bir şey yoxdur, dostlar. Yəni, deyirəm, bizdə toyuq ətidir, mal əti olmur.